Bu günlər artıq bütün suveren bir Azərbaycanın ərazisində bütün hər bir güşəsində bir turizm obyekti yaratmaq olur və görünən odur ki, bütün dünyada belə deyək, xırda turizm obyektləri inkişaf etdiyi bir dövrdə biz hələ də böyük otellər tikilir, nəhəng infrastruktur yaradılır, hansı ki bir çox halda boş qalır. Yəni bir növ görüntü üçün yaradılan sanki bir mənzərədir. Bununla bağlı istəyirəm də danışaq ki, bəlkə biz hansısa bir xarici belə deyək də konsaltink şirkətlərlə danışaq. Onlar məsləhət görsünlər ki, harda hansı turizmi inkişaf etdirək ki, biz daha effektiv olsun. Turizmin inkişaf etdirilməsi mənə elə gəlir ki, məsələn, turizm şirkətləri özləri hara investisiya qoymaqlarını onlar yaxşı bilirlər. Onlar onun üçün bazar araşdırmaları edirlər. Ondan sonra onların müxtəlif biznes əməliyyatları həyata keçirirlər də. Bu da outsourcing edirlər, franchising edə bilirlər. Çoxlu sayda və nəticədə görəcəksiniz ki, onlar hansı bir işləri görə bilirlər. Problem ondan ibarətdir ki, onların harda uğursuz olsa bazar onları cəzalandıracaq. Bizim əsas problemlərimiz idarəçilikdə olan insanların onlara ögey münasibətinin olmamasıdır. Yoxsa onlar ondan gileylənmirlər ki, mən məsələn biznes strategiyam səhv olubdur. Bazar payımı artırılması üçün bir siyasət qurmuşdum, strategiyam var idi. Amma gördüm ki, bazar payım artmadı, azaldı. Onlar onda bazar onları cəzalandırır da. O onların özünün məsuliyyəti hesabı olunur. Biz deməliyik ki, məsələn, sizi kim cəzalandırdı? Sizi yerli icra nümayəndəliyi cəzalandırdı, yerli vergi orqanları cəzalandırdı. Əgər onlar bu cəzanı özlərindən alsalar, biznesin həm daxili mühit amilləri var, həm də xarici mühit amilləri var da. Daxili mühit amilləri odur ki, sizin kadrlarınız güclüdür, kapitalizasiyanız böyükdür, rəqabət imkanlarınız çoxdur. Nəticədə sizin uğur hekayələrinizin biznesində əsas səbəbi və səbəbkarı özünüzsünüz. Bir də vardır ki, biznesin xarici mühit amilləri olur. Məsələn, sizin iradənizdən asılı olmadan xarici faktorların aktivləşməsi hesabına siz imkanlarınızı itirə də bilərsiniz, qazana da bilərsiniz. Necə olar? Məsələn, qlobal iqtisadi böhran ola bilər, siz onu proqnozlaşdıra bilmirsiniz. Pandemiya ola bilər, siz onu proqnozlaşdıra bilmirsiniz. Dövlətin fiskal siyasətində hansısa bir korreksiyalar ola bilər. Dövlət deyir ki, vergi yükümü artırıram, hansısa bir siyasət ola bilər. Bunun əsasında sizin həqiqətən uğursuzluğa düşmə ehtimalınız var və ya gəliriniz azalması ehtimalı var. Onlar artıq xarici mühit faktorlardır. Bizim biznesin əsas ölkəmizdə biznesin çökmə və zəif inkişaf etməsinin səbəbi daxili mühit faktorlarına digərlərinin müdaxilə etməsidir. Əgər bu problemi biz həll edə bilsək, bizim artıq biznesin problemi olmaz. O ki, qaldı turizmlə bağlı məsələ belədir. Biz ümumiyyətlə bilməliyik ki, biz hansı iqtisadiyyat qururuq. Yəni, biz iqtisadiyyatımızın uklarını daha çox turizm üzərində qururuq, kənd təsərrüfatı üzərində qururuq, neft və qaz sektoru üzərində qururuq, yoxsa IT sahəsində qururuq. Biz onun üçün hədəflərimiz olmalıdır. Məsələn, siz epizodik hansısa bir idman yarışmaları, musiqi yarışmaları üzərində turizm hekayəsini qurmaq istəyirsə, bu biraz dominant olmayacaq. Bu uzun müddətli turizmin gəlirləri üçün sabit maliyyə qaynaqları olmayacaqdır. Siz bilməlisiniz ki, ümumiyyətlə bu ölkəyə kimlər maraq göstərir? Hansı vətəndaşlar? Biz bölgədə, regionda hansı ölkənin şirkətləri ilə rəqabət içərisindəyik? İndiki halda biz Türkiyə ilə, bir də Gürcüstan turizmi ilə rəqabət içərisindəyik də. Bizim onlardan əlahiddə hansı üstünlüklərimiz, hansı coğrafi imkanlarımız, landşaf, burada kənd turizmi növləri, bunları edə bilərik ki, onların edə bilmədiyini, məsələn, siz Gürcüstanla, Türkiyə ilə müqayisədə, Gürcüstanla müqayisədə dəniz ətrafında turizm infrastrukturu yaratsanız, bir çox hallarda faydalı olmaya da bilər. Çünki o sahədə həmin ölkənin şirkətləri kifayət qədər təcrübəlidirlər və uzun müddətli 10 illərdir ki, dünya müxtəlif qitənin o başına da turistləri məsələn, dəniz ətrafındakı infrastruktura cəlb edə bilirlər. Siz elə bir məsələn turizm üçün elə bir sahələr müəyyənləşdirməlisiniz ki,
bunun üzərində turizmi yarada bilərsiniz. Bax, bunu yarada bilmişikmi? Məsələn, tarixi bir hekayələrlə. Bax, Qobustan qayaları və ona bənzər, indi düzdür, indi deyə bilərlər ki, Topqapıda da o tipli qədimliyə, arxaik dövrə söykənən, tarixi qaynaqlardan güc alan turizm elementləri də var. Amma bu tarixi keçmişdən gələn o tarixi retrospektiv baxış hər ölkə üçün spesifikdir. Məsələn, bizim üçün spesifikdir. Osmanlı imperiyası üçün spesifik başqa cürdür. Ona görə də demək olmaz ki, onlarda varsa da bunu heç vaxt edə bilmərik. Baxır ki, biz nə etmək istəyirik də, bu çox önəmli məsələdir.